Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hürmetli dostlar, vatan evlatları, özelleştirme çekleri, grupunun üzvləri, özelleştirme çeklerini 29 yıldır ümitle saklayanlar, ihtiyaç yüzünden satanlar ve memurların hilesine aldanarak öz emlak payını satan vatandaşlar, aziz gazilerimiz, veteranlar ve hərbiçilər, Allah'ın adıyla size müracaat edirəm. Size şad haberler müjdəçisi olabilecek bir haberim var. Önceden müraciətim belədir ki, özelleştirme çeklerinizi satmayın ve satan varsa da çalışıp elde eylesin, alsın. Bildiğimiz kimi Bakı Apellyasiya Məhkəməsində 21 fevral 2025-ci il tarixində keçirilən iclas zamanı işə baxan məhkəmə kollegiyası tərəfindən qanunvericilik kobud şəkildə pozuldu və dövlət özəlləşdirmə payı ilə dövlət özəlləşdirmə çeklərinin bir-birindən fərqli anlayışlar olduğu nəzərə alınmadı. Bugün Azərbaycan Respublikasının Ali Məhkəməsinə 700 vətəndaşın imzası ilə vəkillər tərəfindən şikayət verildi. Amma bu şikayətdə olan faktları bilməlidir və müzakirə etməlidir ki, haqqınızı düzgün tələb edə biləsiniz. Bir daha aldanıb çeklərinizi ucuz qiymətə satmayasınız. Çünki Ali Məhkəmənin qərarı da qərəzli olsa və qanunsuzluq aradan qaldırmasa, Avropa Məhkəməsinə müraciətlər olunacaq. Heç kim ümidini qırmasın. Hak və ədalət həmişə qalib gəlir. Ancaq o yerde ki hakkı pozulmuş insan öz hakkı üçün mübarizədə ardıcıldır, inatçıldır və son nəticəni əldə etmək üçün, haqqın bərpası üçün mübarizədən çəkilməz. İndi diqqət edin, Ali Məhkəməyə müraciətdə nələr yazılıb. Bu faktlara diqqətlə qulaq asın. Hamınızdan xahiş edirik, paylaşın ki, bütün veteran, qazi və hərbiçi ailələri də xəbəri bilsinlər. Çeklərini satan ailələr öz imkanı daxilində onları əldə etməyə çalışsınlar. Dövlət özəlləşdirmə payı bütün özəlləşdirmə dövrü zamanı özəlləşdiriləcək dövlət əmlakından düşən əmlak payıdır və birbaşa surətdə qanunla tənzimlənir. Dövlət özəlləşdirmə çekləri də qanunla tənzimlənib və dövrüyə buraxılıb. Dövlət qiymətli kağızı kimi mülkiyyət hüququnun varlığını təsdiqləyir. Bu eyni zamanda mülki məcəllədə də öz əksini tapıb. Qeyd edildiyi kimi, dövlət özəlləşdirmə payları qanunla verilib və qanunla bütün özəlləşdiriləcək orta və iri dövlət müəssisələrinin 65%-nin əmlakları həcmində mülkiyyət payıdır. Eyni zamanda tarixi sosial ədaləti bərpa etmək üçün Ulu Öndər Heydər Əliyevin dediği kimi Sovet dövlətindən xalqımıza düşən miras əmlak payıdır. İddiaçılar iddia ərizəsində onların mülkiyyət və bərabərlik hüquqlarının, qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında fundamental hüququ məsələ kimi tənzimlənmiş prinsiplərin kütləvi şəkildə pozulduğunu sübut və faktlar ilə göstərib əsaslandırıblar. Eyni zamanda iddiaçılar hesab edirlər ki, Azərbaycan Respublikası məhkəmələrinin ölkə daxilində bu problemi araşdırmaqdan imtina etməsi səbəbi ilə gələcəkdə bəzi qüvvələr bu faktların mütəşəkkil korrupsiya cinayəti və iqtisadi, siyasi, sosial terror kimi qiymətləndirilə bilər
ve bu durumun devletimizin, adliye sistemimizin ve Cenab Prezidentin vicine böyük ziyan vereceğinden korkurlar. Bu sebepten ülke dahilinde məhkəmə müstəvisində bu problemin her taraflı araştırılması ve aradan kaldırılmasının zaruri olduğunu qeyd edirlər. Bakı Apellyasiya Məhkəməsi öz qərarında kobud pozuntulara yol vererek qeyd edib ki, dövlət özəlləşdirmə çekləri qanunvericiliyin tələb etdiyi qaydalara uyğun olaraq dövriyyədən çıxarılıb və zərərin tələb olunması ilə bağlı iddiaçılar bir illik iddia müddətini itiriblər. Hesab edirik ki, məhkəmənin bu yanaşması tamamilə əsassız və qanunsuzdur. Bütün bunlar aşağıdaki faktlarla sübut olunur. 1. Vəkillər və vətəndaşlar 4 ali dövlət orqanlarının rəsmi sənədləri ilə sübut etdi ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Belə ki, 21 fevral 2025 yıl tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı iddiaçılar hüquqi faktlarla və 4 ali dövlət orqanlarının rəsmi sənədləri ilə sübut etdilər ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Çünki Cənab Prezidentin 2004-cü il tarixli 75 nömrəli fərmanında göstərdiyi kimi tədavül, yəni ödəmə vasitəsi kimi istifadə müddəti başa çatmış dövlət özəlləşdirmə payları qanunvericiliklə dövriyyədən çıxarılır. Burada Konstitusiyada və mülki məcəllədə nəzərdə tutulan qaydalar əsas tutulur. Yəni Prezident sadəcə dövriyyədən çıxarılıb yazmayıb, qanunvericiliklə dövriyyədən çıxarılır yazıb. Göründüyü kimi tədavül, yəni ödəmə vasitəsi kimi istifadə müddəti başa çatmış dövlət özəlləşdirmə payları dövriyyədən ancaq və ancaq qəbul ediləcək qanunvericilik aktı ilə dövriyyədən çıxarılır. Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyimiz sənədlər təsdiq edir ki, dövlət özəlləşdirmə çeklərini dövriyyədən çıxaran belə bir qanunvericilik aktı qəbul olunmayıb. Bundan başqa aşağıdakı faktlar da bunu təsdiq edir. Birincisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8 fevral 2025-ci ildə mətbuat orqanlarına verdiyi rəsmi məlumatdan aydın olur ki, bu günə qədər dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə heç bir qanunvericilik aktı qəbul olunmayıb. İkincisi, iddia ərizəsində də əlavə etdiyimiz Azərbaycan Respublikası Maliyyə Bazarının Nəzarət Palatasının vətəndaşlara göndərdiyi aşağıdakı 2 rəsmi cavab məktubunda 2017-ci ilə qədər bu dövlət orqanı tərəfindən də dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığı təsdiqlənir. Birinci məktub. 27 iyul 2017-ci il tarixli cavab məktubunda deyilir ki, dövriyyədə olan dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvarında başa çatıb. Ancaq dövlət özəlləşdirmə paylarının, çeklərinin dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilməyib. İkinci məktub. 23 oktyabr 2017-ci il tarixli cavab məktubunda deyilir ki, 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə, yəni ödəniş vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi 1 yanvar 2011-ci ildə tədiyyə vasitəsi kimi istifadəsi fərmanla başa çatan dövlət özəlləşdirmə çekləri 23 oktyabr 2017-ci il tarixində hələ də dövlət qiymətli kağızı kimi dövriyyədə idi və onların gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulurdu. 2. İddiaçılar zərərin tələb olunması ilə bağlı 1 illik iddia müddətini ötürməyiblər. Belə ki, zərərin tələb olunması ilə bağlı 1 illik iddia müddəti hesab edirik ki, ancaq dövlət özəlləşdirmə paylarının çeklərinin dövriyyədən çıxarılması haqqında elan mətbuatda dərc ediləndən sonra işləməyə başlayar. Çünki bu qanunun tələbidir və işləməyə başlamamış bir müddətin bitməsi də mümkün deyildir. Burada qeyd etməliyik ki, dövlətə, Heydər Əliyevin xalqa vədinə və qanunvericiliyimizə inanaraq dövlət özəlləşdirmə çeklərini satmayıb, 2011-ci ilə qədər ümidlə saxlayan 1 milyondan çox vətəndaşdan heç biri kompensasiya almayıb. Bu fakt özü kütləvi hüquq pozuntusu və qanunvericiliyin pozulmasının, kobud şəkildə pozulmasının təsdiq edir. Bu mümkün deyil ki, dövlət özəlləşdirmə çekləri Cənab Prezidentin fərmanına uyğun olaraq cavabdeh idarə, əmlak məsələləri dövlət xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada dövriyyədən çıxarılsın və bundan həmin çekləri ümidlə saxlayan 1 milyondan çox vətəndaşdan birinin belə xəbəri olmasın. Bütün bunlar onu göstərir ki, həmin çeklər dövriyyədən çıxarılmayıb
və onlarla bağlı bir illik iddia müddəti işləməyə başlamayıb. 3. Bakı Apellyasiya Məhkəməsi dövlət özəlləşdirmə çeklərinin hansı qanunvericilik aktı və ya inzibati aktı ilə dövriyyədən çıxarıldığını araşdırmadan qərar qəbul edərək qanunvericiliyi pozdu. Belə ki, Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən faktları düzgün qiymətləndirə bilmədiyi kimi, qanunla vətəndaşları haqqı olan informasiyanın dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə dövlət özəlləşdirmə çeklərini satmayıb, 2011-ci ilə qədər ümidlə saxlayan 1 milyondan çox vətəndaşdan heç biri kompensasiya almayıb. Bu fakt özü kütləvi hüquq pozuntusu və qanunvericiliyin pozulmasının, kobud şəkildə pozulmasının təsdiq edir. Bu mümkün deyil ki, dövlət özəlləşdirmə çekləri cənab Prezidentin fərmanına uyğun olaraq cavabdeh idarə, əmlak məsələləri dövlət xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada dövriyyədən çıxarılsın və bundan həmin çekləri ümidlə saxlayan 1 milyondan çox vətəndaşdan birinin belə xəbəri olmasın. Bütün bunlar onu göstərir ki, həmin çeklər dövriyyədən çıxarılmayıb və onlarla bağlı bir illik iddia müddəti işləməyə başlamayıb. 3. Bakı Apellyasiya Məhkəməsi dövlət özəlləşdirmə çeklərinin hansı qanunvericilik aktı və ya inzibati aktı ilə dövriyyədən çıxarıldığını araşdırmadan qərar qəbul edərək qanunvericiliyi pozdu. Belə ki, Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən faktları düzgün qiymətləndirə bilmədiyi kimi, qanunla vətəndaşları haqqı olan informasiyanın dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə elanın mətbuatda dərc edilib edilmədiyini və hansı qanunvericilik aktı ilə dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında məlumatların məhkəməyə və vətəndaşlara verilməsi barədə vəsatəti təmin etməyərək işi araşdırmaq istəmədiyini təsdiq etdi və bununla qanunvericiliyi ədalətli məhkəmə araşdırması hüququnu pozdu. Çünki heç bir rəsmi sənədə əsaslanmadan şifahi olaraq deyilmiş dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb ifadəsinin qəbul edilməz olduğunu dəfələrlə dilə gətirsək, əksini sübut etsək də bunlar Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmadı. Belə ki, Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə nəzərdə tutulan qaydaları pozaraq, iddiaçıların təqdim etdiyi sənədlərə və faktlara heç bir hüquqi qiymət verməyərək, qanunlara zidd olaraq dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığını qəbul etdi. Və bunu qəbul edərkən də heç bir rəsmi sənədə və qanunvericilik aktına əsaslanmadı. Təkcə cavabdeh idarənin nümayəndəsinin məhkəmədə şifahi qaydada dediyi, dırnaq içərisində dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılıb sözünə əsaslandı. Və bu səbəblə zərərin tələb olunması ilə bağlı bir illik iddia müddətinin ötürüldüyünü qəbul etdi. Hesab edir ki, bu qəbul edilməzdir. Qeyd edək ki, İnzibati Prosessual Məcəllənin 14-cü maddəsində deyilir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Burada əsas məsələ ondan ibarətdir ki, dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxaran normativ hüquqi akt olmadığı kimi heç inzibati akt da yoxdur. Olmayan aktın isə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edilməsi isə bir mənalı olaraq qeyri-mümkündür. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinə cavabdeh idarə heç bir rəsmi sənədi təqdim etmir. Apellyasiya Məhkəməsi isə qanunvericiliyi tam pozaraq, şifahi sözə əsaslanaraq öz qərarında bir illik kompensasiya tələb etmə müddətinin keçdiyini qeyd edir və işin məhkəmə qaydasında araşdırılmasından imtina edir. Dostlar, Facebookda özəlləşdirmə çekləri qrupu var və orada 41 mindən çox ailə var. Ancaq hər paylaşanda ancaq 100 adama xəbər çatır. Bu səbəbdən hamınızdan xahiş edirik. Facebookda özəlləşdirmə çekləri qrupunda paylaşın. Həm də mütləq dostlarınızla WhatsApp-la paylaşın. Paylaşın dostlar. Dostlar, hamı paylaşsın ki, birləşək. Haqqımızı birlikdə tələb edək. Davam edək. 4. Bakı Apellyasiya Məhkəməsi iddiaçıların verdiyi vəsadətləri araşdırmadan qərar qəbul edərək qanunvericiliyi tam pozdu. Belə ki, məhkəmə prosesi zamanı iddiaçılar və onların vəkilləri tərəfindən vəsatətlər ilə Bakı Apellyasiya Məhkəməsindən xahiş olundu ki, iddiaçıların cavab ala bilmədikləri aşağıdakı suallara cavabdeh idarə, əmlak məsələləri dövlət xidməti rəsmi qaydada cavab versin.
Birinci sual. Prezidentin fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin 1 yanvar 2011-ci ildə tədavül və tədiyyə vasitəsi kimi istifadəsi başa çatmasına baxmayaraq, onlar hələ də dövlət qiymətli kağızı olaraq qanunvericiliklə dövriyyədədirmi? İkinci sual. Əgər dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, Cənab Prezidentin 2004-cü il tarixli 75 sayılı fərmanının 1.2 bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb? Üçüncü sual. Qanunla dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə hər hansı qəzetdə elan verilibmi? Hətta Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı belə cavabdehin nümayəndələri bu suallara cavab verməkdən imtina etdilər. Belə ki, həmin nümayəndələr bu suallara ancaq iddia mümkün sayılıb baxışa qəbul edildiyi zaman cavab verəcəklərini bildirərək məhkəmə qarşısında şərt qoydular. Bakı Apellyasiya Məhkəməsində işə baxan hakimləri də məhz bu belə olmalıdır deyərək həmin nümayəndələrlə razılaşdılar və təbii ki, qanunvericiliyi, informasiyanın, məlumatların əldə edilməsi barədə iddiaçıların hüquqlarını kobud şəkildə pozdular. Hesab edilir ki, bu qəbul edilməzdir. Məhz informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanununun 6-cı maddəsində deyilir ki, informasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır. 6.1.7 İnformasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi. 6.1.9 İnformasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etməmişdir. 5. Bakı Apellyasiya Məhkəməsi İnzibati Prosesual Məcəllənin 35.1-ci maddəsini kobud şəkildə pozub. Üzr istəyirəm. Belə ki, İnzibati Prosesual Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcbur etmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin Bakı Apellyasiya Məhkəməsi İnzibati Prosesial Məcəllənin 35.1-ci maddəsinin imperativ tələbini pozub. 6. Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1078-27.3-cü və digər maddələrini kobud şəkildə pozub. Belə ki, Mülki Məcəllənin 1078-27.3-cü maddəsində deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. Həmin məcəllənin 1070-27.5-ci maddəsində deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir. Həmin məcəllənin 1078-27.6-cı maddəsində deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Göründüyü kimi, qiymətli kağızın dövriyyədən çıxarılması üçün mətbuatda elanın dərc olunması qanunvericiliyin imperativ tələbidir. Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə mülki məcəllədə imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb etmə müddəti işləməyə başlamayıb ki, bitmiş olsun. Göründüyü kimi, məhkəmə bu faktları araşdırmadan qərar qəbul edərək qanunvericiliyi, o cümlədən iddiaçıların hüquqlarını pozub. Əgər dövlət özəlləşdirmə çekləri mülki məcəllə ilə nəzərdə tutulan qaydada dövriyyədən çıxarılmayıbsa və dövriyyədən çıxarılması barədə 8 fevral 2004-cü il tarixində
Ədliyyə Nazirliyinin mətbuata verdiyi məlumatda deyildiyi kimi heç bir qanunvericilik aktı mövcud deyilsə, demək ki, kompensasiya tələb etmə hüququ üzrə 1 illik iddia müddətinin keçdiyinin qəbul olması qanunvericiliyə tam ziddir. Dostlar, Facebook'ta özelleştirme çekleri grubu var. Bu arada 41 bindən çox ailə var. Ancaq hər paylaşanda ancaq 100 adama xəbər çatır. Bu səbəbdən hamınızdan xahiş edirik. Facebook'ta özelleştirme çekleri grubunda paylaşın. Hem de mütləq dostlarınızla WhatsApp'ta paylaşın. Dostlar, hamı paylaşsın ki, birləşək, haqqımızı birlikdə tələb edək. Və davam edək. Xahiş edirik. Facebook'ta özelleştirme çekleri grubunda paylaşın. Hem de mütləq dostlarınızla WhatsApp'ta paylaşın. Dostlar, hamı paylaşsın ki, birləşək, haqqımızı birlikdə tələb edək. Və davam edək. 7. Bakı Apellyasiya Məhkəməsi 29 sentyabr 1995-ci il tarixli 1120 sayılı qanunla təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının, Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının, çeklərinin dövrəyə buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 450 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları çekləri haqqında əsasnaməsinin 7 yanvar 1993-cü il tarixli 445 sayılı Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunun tələblərini pozub. Belə ki, Bakı Apellyasiya Məhkəməsi öz qərarında qeyd edib ki, dövlət özəlləşdirmə çekləri fərmanla dövrəyə buraxılıb, lakin bu qəbul edilməzdir. Belə ki, dövlət özəlləşdirmə çekləri 29 sentyabr 1995-ci il tarixli 1120 sayılı qanunla təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı ilə başqa bir ifadə ilə qanunla dövrəyə buraxılmışdır. Dövriyədə tədavül və ödəmə tədiyyə vasitəsi olması da qanunla tənzimlənmişdir. Hələ də qüvvədə olan Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının, çeklərinin dövrəyə buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 450 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları, çekləri haqqında əsasnamənin 1.5-ci bəndində deyilir ki, dövlət özəlləşdirmə paylarının, çeklərinin dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş, yəni tədiyyə vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır. Bu qadağanın hüquqi əsasını 7 yanvar 93-cü il tarix 445 sayılı Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunun 19.1-ci maddəsi təşkil edir. Həmin 1120 sayılı qanunda göstərildiyi kimi, dövriyədə olan dövlət özəlləşdirmə çeklərinin tədavül vasitəsi kimi istifadə müddəti 3 il ilə məhdudlaşdırılsa da, 445 sayılı qanunla özəlləşdirmə paylarının pul və ya dövlət özəlləşdirmə çekləri formasında verilməsindən asılı olmayaraq, onların ödəmə tədiyyə vasitəsi kimi bütün özəlləşdirmə dövründə istifadəsi heç bir müddətlə məhdudlaşdırılmayıb. Ancaq birinci dəfə Ulu Öndər vəfat etdikdən sonra 2004-cü ildə konstitusiya və qanunlara zidd olaraq dövlət özəlləşdirmə çeklərinin ödəmə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırıldı. Başqa bir ifadə ilə 2011-ci ildən etibarən dövlət özəlləşdirmə çekləri həm tədavül, həm də tədiyyə ödəmə vasitəsi kimi istifadəsi fərmanla dayandırıldı. Yəni, mülkiyyət hüququndan istifadə konstitusiyaya və qanunlara zidd olaraq qanundan aşağı qanunvericilik aktları ilə pozuldu. Lakin məhkəmələr buna heç bir hüquqi qiymət vermədilər. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsində iclas zamanı da əmlak məsələləri üzrə dövlət xidmətinin nümayəndələri öz şifahi yanaşmaları ilə dövlət özəlləşdirmə çeklərinin Cənab Prezident tərəfindən dövrədən çıxarıldığını iddia etdilər. Hesab edirik ki, bu qəbul edilməzdir. Belə ki, Cənab Prezident dövlət özəlləşdirmə çeklərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada, yəni elan verilərək, kompensasiya ödənilərək dövrədən çıxarılmasını tələb edib. Lakin cavabdeh idarə bu tələblərə əməl etməyib.
Hesab edirik ki, indi də bu yolla törətdikləri qanun pozuntularına məhkəmə vasitəsilə hüquqi qüvvə verməyə çalışırlar. Bu, qəbul edilməzdir. 8. Bakı Apellyasiya Məhkəməsi inzibati icraat haqqında Azərbaycan Respublikası qanunun tələblərini də pozub. Belə ki, inzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 57.1-ci maddəsində deyilir ki, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. İddiaçılar axırıncı 2 il ərzində dövlət özəlləşdirmə çeklərinin dövriyədən çıxarılması barədə əmlak məsələləri üzrə dövlət xidmətinə etdiyi sorğulara xidmət tərəfindən verilən rəsmi cavabların heç birində dövlət özəlləşdirmə çeklərinin dövriyədən çıxarıldığı və bu barədə inzibati aktın olduğu bildirilməyib. Yəni, dövlət özəlləşdirmə çeklərinin qanunla dövriyədən çıxarılması faktı öz təsdiqini tapmır. Bu səbəbdən də əmlak məsələləri üzrə dövlət xidmətinin nümayəndələri nə iddiaçılara, nə də məhkəmələrə heç bir rəsmi sənəd təqdim etməyib. Bakı Apellyasiya Məhkəməsi öz qərarında qeyd edib ki, inzibati icraat haqqında qanunun 67.11-ci maddəsində nəzərdə tutulur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsi tələb edə bilər və bu qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olan iddia müddətini ötürmüşlər. Bunu Apellyasiya Məhkəməsi qeyd edir. Burada təbii ki, sual olunur. Qanunla müəyyən olunmuş qaydada bu günə qədər heç bir məlumat mətbuatda dərc olunmayıbsa və qanunvericiliyə uyğun olaraq heç bir akt qəbul edilməyibsə, məhkəmə 1 illik qanunla müəyyən olunan iddia müddətinin ötürüldüyünü hansı əsasla qəbul edir? Göründüyü kimi, məhkəmə həmin tələbi pozub. Belə ki, belə bir məlumatın mətbuatda dərc olunduğu sübut olunmur. Bundan başqa, inzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu 62.1-ci maddəsində deyilir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması, obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə mübahisəsinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Lakin məhkəmə bu tələbi yerinə yetirmədi və qanunvericiliyi pozdu. 9. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qərarlarını da pozub. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında 3.5-ci bəndində deyilir ki, apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardatlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanunliyini və əsaslılığını həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. Bundan başqa, həmin plenum qərarının 5.3-cü bəndində deyilir ki, iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilən qanun pozuntularında göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin qərardadının qanunliyini və əsaslılığını yoxlamayıb, iddia qaldırmış şəxslərin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallara əhəmiyyət verməyib və nəticədə qanuni və əsası olmayan qərardat qəbul edib, hesab edirik ki, bu qəbul edilməzdir. Dostlar, Facebookda özəlləşdirmə çekləri qrupu var. Bu arada 41 mindən çox ailə var. Ancaq hər paylaşanda ancaq 100 adama xəbər çatır. Bu səbəbdən hamınızdan xahiş edirik. Facebookda özəlləşdirmə çekləri qrupunda paylaşın. Həm də mütləq
dostlarınızla WhatsApp'ta paylaşın. Dostlar, hamı paylaşsın ki birləşək. Haqqımızı birlikdə tələb edək. Əziz dostlar, təkrar edirəm. Hamı bu şikayətdə olan faktları bilməlidir və müzakirə etməlidir ki, haqqınızı düzgün tələb edə biləsiniz. Bir daha aldanıb çeklərinizi ucuz qiymətə satmayasınız. Çünki ali məhkəmə qərəzli olsa və qanunsuzluğu aradan qaldırmasa, Avropa məhkəməsinə müraciətlər olunacaq. Heç kim ümidini qırmasın. Gec ya tez haqq və ədalət həmişə qalib gəlir. Allah böyükdür. İnşallah ali məhkəmədə ümid eləyək ki, doğru, dürüst qərarda çıxarılacaq. Xalqımızın pozulmuş hüququ bərpa olunacaq. İnsanlar öz qanuni sahibkarlıq haqqına qovuşacaqlar. Əks halda qeyd olunduğu kimi daha yuxarı orqanlar ki, bu Avropa Ali Məhkəməsinin Azərbaycan üzvüdür, inzibati aktlar əsasında qəbul olunmuş qərarlar əsasında orada baxılacaq, müraciətlər olunacaq daha doğrusu inşallah və nəticə etibarilə əvvəl qeyd etdiyimiz kimi nəticə xalqın xeyrinə həll olunacaq. Diqqətlə qulaq asdığınız üçün sizə təşəkkür edirəm. Vaxtınızı çoxaldımsa üzürlü sayın. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu.